Hər il 130.641 abituriyent DİM imtahanına daxil olur. Onların arasından sadəcə 86.756-sı ixtisas seçimində iştirak etməyə hüquq qazanır. Universitetə isə sadəcə 56.236-sı girə bilir. Bu statistika isə onu göstərir ki, hər 4 abituriyentdən sadəcə biri universitetə girir. Bu video isə sənə məhz həmin 4 abituriyentdən biri olmağına kömək edəcək. Hamıya salam, kanalıma xoş gəlmisiniz. Məni tanımayanlar üçün qısaca özümü təqdim edeyim. 2024-cü ildə DİM imtahanına girmişəm, 630 bal toplamışam və Azərbaycan Tibb Universitetində tibb fakültəsinə girmişəm. Statistikaya görə hər 7 abituriyentdən biri tibbə daxil ola bilir. Düzdür, daha sonra universitetdən imtina elədim. Getdim 1 il Amerikada 12-ci sinif təhsil aldım. Daha sonra isə həmin topladığım DİM balından istifadə edərək hal-hazırda xaricdə Top Universitetdə təhsil alıram. Təxmin elədiyiniz kimi çox qarmaqarışıq bir abituriyentlik həyatı yaşamışam. Xarici universitetlər üçün onlarla imtahan verdiyim bu periodda həmçinin DİM imtahanından da yüksək nəticə əldə etməyi bacarmışam. Bütün bu nəticələrim onu göstərir ki, həqiqətən də bu videoda dediklərimdə mənə güvənə bilərsiniz. Çünki uğura aparan yolu mən bilirəm. Bunu isə öz sehirli metod və texnikalarımla eləmişəm. İndi isə bütün bu sirlərimi sizlərlə bölüşməyin vaxtıdır. Ona görə də öz kursumu açmışam. Uzun zamandır komandamızla bu proyektin üstündə işləyirdik. Axır ki, proyekt hazırdır və bunu sizinlə bölüşə bilirəm. Bəlkə də Numera həyatımda atdığım ən böyük addımlardan biridir. Və ümid edirəm ki, mənə maksimum dəstəyinizi verərsiniz, çünki hal-hazırda sizin dəstəyinizə çox ehtiyacımız var. Bu videoda isə abituriyentlik vaxtı istifadə etdiyim həmin o sehirli texnikalar, həmçinin yeni kursumuz olan Numera haqqında məlumatları bölüşəcəm. Gəlin çox uzatmadan başlayaq. Yüksək bal yığmaq istəyən abituriyentlər üçün birinci məsləhətim. Şəxsən mənə hazırlıq müəllimlərinin verdiyi izahlar heç vaxt tamamilə bəs eləmir. Axşam saatlarında dərsdən yorğun-arğın qayıtmışam evə, başlayıram tapşırıqları işləməyə və görürəm ki, hansısa bir mövzuda mənim boşluğum var, bilmirəm necə eləməliyəm tapşırığı və çox səbirsiz insan olduğum üçün həmin saniyə tapşırığı həll etmək istəyirəm. Amma yanına gedəcəyim müəllim yoxdur və ya zəngilik müəllimi narahat eləyə bilmərəm o saatda. Ona görə də xatırlayıram ki, həmişə axşamlar gedib YouTube'da, internetdə bir video axtarırdım ki, hansısa müəllimin dərsin izahı olsun. Amma yəqin özünüz də bilirsiniz ki, elə izahlar o qədər də çox deyil. Bəzən elə olur ki, həmin sizə lazım olan mövzunun izahı yoxdur heç. Abituriyentlər arasında belə bir problem olduğunu bildiyimə görə Numera kursunda belə bir şey yaratmışıq. Numerada şəxsi kabinetinizdə müəllimin hər mövzunu izah elədiyi bir videolar olur. Məncə bu abituriyentlər üçün çox önəmli bir şeydir. Çünki abituriyent unuda bilər mövzunun hər hansı bir hissəsini. Təkrar girib baxmaq istəyə bilər. Lap istəyirsiniz gecə 4 olsun. Həmişə sizin qarşınızda öz müəlliminizin mövzuları izah elədiyi bir video olur. Bir sözlə heç vaxt dərsin özündən yetinmək olmaz. Belə bir ekstra video izahlardan da yararlanmaq lazımdır. Lap tutaq ki, düşünürsünüz ki, mövzunu super bilirsiniz. Yenə də boş olduğunuz vaxt girib müəllimin təkrar izahlarına baxmaq çox önəmlidir. Sadəcə dərs müddətlərində yox, elə gecə 4-də də Numera həmişə yanındadır. Yüksək bal yığmaq istəyən abituriyentlər üçün ikinci məsləhətim. Heç vaxt saxta özgüvəniniz olmasın. Bəzən mövzunu öyrənirsən, lap gedib topluda bütün sualları əla yazırsan və elə bilirsən ki, həmin mövzunu tamamilə bilirsən və imtahanda həmin mövzu düşəndə super yazacaqsan, partladacaqsan. Çox təəssüf ki, elə deyil. Çünki sadəcə bir mənbədən, yəni məsələn topludan işləmək heç vaxt, amma heç vaxt yetərli deyil. Yadımdadır ki, abituriyent vaxtı mən nə edirdim? Gedirdim internetə, heç mənşəyi bilinməyən bir testlər tapırdım ki, nədir, həmin mövzudan əlavə suallar görmüş bulum, sınaqlar işləyim. Bu da abituriyentlərin bir digər problemi sınaq, ekstra test əskikliyi. Ona görə də Numera kursunda bunun da həllini tapmışıq. Müəllimlə bir mövzunu bitirdiniz, ondan sonra sizə dərhal həmin mövzu ilə bağlı sınaq test göndərilir. Və oturub bu testi işləyirsiniz. Müəllim isə sınaqda hər bir şagirdin yazdığı cavabları görür, nələrdə səhv elədiyini görür. Dərsə qoşulursunuz, orada bütün səhvləriniz müzakirə olunur, istədiyiniz sualları müəllimə verirsiniz və sizə izahları verilir. Bir sözlə, heç zaman bir mənbədən işləmək yetərli deyil. Sadəcə toplu ilə kifayətlənməyin. Müəllimin sizə düzəltdiyi öz düşündürücü suallar mütləqdir. Sınaqlardan danışmışkən abituriyentlərə verəcəyim üçüncü bir məsləhət var. Bu daha çox onların psixoloji hallarını stabil saxlamaq üçündür. İndi başa düşəcəksiniz niyə. Öz təcrübəmdən, yaşadıklarımdan danışası olsam. Məsələn, bizim bir valideyn qrupumuz var idi. Harda ki, bütün sınaqların nəticələri valideyn qrupuna atılırdı. Valideynə sınaq nəticəsinin atılmasında heç bir problem yoxdur. Əsas problem bilirsiniz nə idi? Valideyn qrupu idi. Yəni mənim nəticəm göndərilirdi 30 nəfərlik bir valideyn qrupuna. Bəlkə mən istəmirəm həmin valideyn mənim nəticəmi görsün.
Bəlkə mən yaxşı yazmamışam, utanıram nəticəmdən. Niyə şagirdlər bir-biri ilə müqayisə olunurdu? Niyə kimsə evinə gedəndə filan kəs niyə səndən yüksək yazıb sözünü eşidirdi? Məncə bu heç vaxt olmamalı olan bir şeydir. Çünki abituriyentləri yaralayan şey həmişə müqayisədir. Filan kəs məndən çox yazdı, filan kəs məndən çox bildi. Halbuki bəlkə də son imtahan nəticəsi tamamilə fərqli olacaq. Ona görə də numera kursunda bunun qarşısını almaq üçün bir texnikadan istifadə edirik. Bayaqlarda qeyd elədiyim kimi, numerada hər bir şagirdin öz şəxsi kabineti olur. Bununla yanaşı, həmçinin bir proqram var. Həmin appə daxil olursunuz. Məsələn, sizin özünüzdə də bu proqram ola bilər, valideyniniz də yükləyə bilər və orada sınaq nəticələriniz yüklənir. İstədiyiniz vaxt girib baxa bilirsiniz ki, məsələn, mən filan sınaqdan nə qədər yazmışdım görəsən. Və bunu yalnız siz və valideyniniz görür. Heç bir başqa valideynə, başqa şagirdə sizin nəticələriniz getmir. Ümumiyyətlə, sınaq nəticələrinin belə proqramda, şəxsi kabinetdə olması çox böyük bir faydadır. Çünki siz həmişə öz proqresinizə nəzarət eləməlisiniz. Məsələn, mən görəsən sentyabrda necə yazırdım bu testi və dekabrda hansı nəticəni göstərirəm. Görəsən hər hansı bir proqres ümumiyyətlə varmı və ya nə qədər var, neçə düz artırmışam. Mən həmin problemi çox yaşamışam. Müəllim həmişə bizə deyirdi ki, uşaqlar mütləq sınağı işlədiniz, dəftərin arxasına götürün yazın ki, filan sınaqdan filan qədər mən yazmışam. Və təbii ki, həmişə itirirdim həmin sınaq nəticələrimi, hansından nə qədər yazmışam bilmirdim. Ona görə konkret bir proqresimi görə bilmirdim. Bəzən hətta həvəsdən düşürdüm ki, oyda görəsən mən heç nə bilmirəm, mən yaza bilmirəm. Əslində isə deməmişkən çox böyük bir proqreslər olurmuş, sadəcə mən bunları görmürdüm. Numerada isə belə bir problem yaşamayacaqsınız, çünki sizin yerinizə onsuz da proqramda yazılacaq sizin bütün nəticələriniz. Həmçinin valideyniniz də rahat şəkildə nəzarət edə biləcək ki, bəlkə hansı mövzunuzda zəifliyiniz var, hansı mövzuda sizə daha çox dəstəyə ehtiyac var. İmtahanda yüksək nəticə göstərmək istəyən abituriyentlər üçün 4-cü məsləhətdir. Bu məsləhəti həqiqətən də hamıya, amma ətrafımda hamıya demişəm. Kim ki, məsələn, bilirəm ki, imtahana gedir, mütləq şəkildə ona deyirəm ki, nə ilə? Testləri işlədiyin zaman hansı sualı ki, səhv yazırsan, onu mütləq səhv dəftərinə yaz. Baxın, bu səhv dəftəri o qədər önəmli bir şeydir ki. Çünki düz yazdığın sualı onsuz da imtahanda da gedib düz yaza biləcəksən. Amma səhv yazdığın sualı əgər təkrar eləməsən, heç bir şəkildə gedib onu təzədən yaza bilməyəcəksən. Gedib elə eyni səhvi imtahanda da eləyəcəksən. Onu da qəbul edirəm ki, səhv dəftəri həqiqətən də vaxt aparır. Bəzən testi işləyirdim, deyirdim, nəysə sonra yazaram, indi halım yoxdur, indi testi işləməyə davam edeyim və həmin o səhvləri ayrıca bir dəftərə yaza bilmirdim. Çox önəmli bir şeydir ki, səhvlərinizin üstündə işləyəsiniz. Həmin o səhv yazdığın sualı get bir də oxu, həllinə bir də bax. Otur boş olan kimi 2-3 dəfə həmin o həlli yaz ki, sənin beyninə həkk olsun. Bu metodun sizin nəticənizi artıracağına çox inandığım üçün numera kursunda da bunu tətbiq eləmişəm. Bayaqları dediyim həmin o sınaq nəticələri sizin proqramda, şəxsi kabinetinizdə görünəcək. Nəticələrin içində təbii ki, səhv və düz yazdıqlarınızı da görürsünüz. Ona görə də həmin o səhv yazdığınız suallara rahat şəkildə girib baxa bilirsiniz. Çünki onlayn şəkildə hər şey orada qalıb. Həqiqətən kaş deyirəm, bu mənim vaxtımda olardı. Mən numera ilə hazırlaşsaydım. Çünki o qədər super hazırlanıb ki, hər xırda detala qədər həqiqətən düşünülüb. Bütün mənim metodlarım, tövsiyələrim nəzərə alınır. Özüm hər bir detalına nəzarət elədiyim üçün numeradan heç bir şübhəniz olmasın. Çünki indiyə kimi saydığım bütün o abituriyentlər üçün önəmli detalların hər biri orada nəzərə alınır. Nə qədər ümumiyyətlə düz cavab yazmısınız? Hansı səhvləriniz var idi? Girib rahatca həmin səhvlərin üstündən bir də keçirsiniz. Lazım olanda müəllimlə dərsə qoşulanda həmin səhvlərin üzərindən yenidən keçirsiniz, suallarınızı verirsiniz rahatca. Müəllimlərimiz o qədər professionaldılar ki, onlarla işlədiyiniz zaman özünüz görəcəksiniz ki, həm sizə dərsi izah eləmək baxımından, həm sizə ümumiyyətlə şəxsi yanaşmaları, heç vaxt narahat olmayın ki, məsələn, ay birdən filan sualı verərəm, müəllim cavab verməz, müəllim mənə sərt cavab verər, filan uşağın yanında biabır olaram. Elə bir şey yoxdur. Müəllimlərimiz hamısı çox mehriban, düzdür, yeri gələndə sərt, çünki sərtlik də lazımdır təhsildə, amma professionallıqlarından heç bir şübhəniz olmayacağı bir müəllim komandası yığmışıq. Həmin müəllimlər özləri də nə qədər sınaqdan keçiblər. Numeranın sosial medialarına daxil olaraq hər bir müəllim haqqında informasiya əldə edə bilərsiniz. Nə qədər iş təcrübələri var, nə qədər şagirdləri olub, onlardan neçəsi uğurlu nəticə əldə edib. Amma sizə indidən deyə bilərəm ki, hər bir müəllimin 10 ildən çox təcrübəsi var. 500, 1000 tələbələri olub və onların təbii ki 99% uğurlu nəticə əldə ediblər. Abituriyentlər üçün bir digər məsləhətim isə odur ki, həmişə hazırlıqda neçə şagirdin olduğuna diqqət eləsinlər. 30 nəfərlik, səs-küylü, heç kimin bir-birini dinləmədiyi, heç nə anlamayacağınız qruplara heç vaxt qoşulmayın. Çünki ola bilər, məsələn, müəllim çox təriflənib, elə super müəllimdir sizə, 100% əla izahlar verəcək, amma müəllimin izahı heç vaxt yetərli olmur. Sizlə tək və tək söhbəti,
Sizin ona rahat sual verə bilməyiniz, digər uşaqlarla rahat söhbətiniz, nə isə müzakirə eləyə bilməyiniz çox önəmlidir. Ona görə Numera kursunda bu da nəzərə alınıb. Maksimum 8-10 nəfərlik qruplardır. Həm Azərbaycan, həm Rus sektoru olur. Ona görə də bütün dərslərimiz keyfiyyətli olur. 30 nəfərlik qruplar kimi yox. Mən məsələn abituriyentlik illərimdə o qədər olurdu ki, gecə 3-də, 4-də oturub dərs oxuyurdum. Çünki nə qədər də müəllimlə işləsən də, həmişə abituriyentlik self-study tələb eləyir. Yəni özün oturub özünün üstündə işləməsən, yüksək nəticə əldə etməyin biraz çətin olur. Başa düşmək lazımdır ki, abituriyentlik sadəcə müəllimin məsuliyyəti deyil. Əsas sizin məsuliyyətinizdir. Həmin dərsə necə yanaşacaqsınız, oturub neçə dəfə təkrarlayacaqsınız, gecə oturub neçə dəfə sınaqlar işləyəcəksiniz. Müəllimin məsuliyyəti sadəcə sizə dərsi izah eləməkdir, sınaqları sizə verməkdir, suallarınıza yeri gələndə cavab verməkdir. Digər bütün o self-study tərəfini sadəcə özünüz eləməlisiniz. Mən məsələn, müəllim öyrədə bilmədi, müəllimə görə uşaq zəif yazdı sözünə tamamilə qarşıyam, çünki elə bir şey yoxdur. Çünki bu iş heç 50-nin 50-yə də deyil. 30-un 70-ədir. 30% müəllimin roludur, 70% isə şagirdin özünün. Amma Numera kursunda elə bir mühit yaranır ki, həmin o 70%lik əziyyəti siz özünüz eləməyə hazır olacaqsınız. Ki müəllimlər həm özləri sizə buna təkan verəcək, həm də digər bütün şagirdlərimiz o qədər çalışqandır ki, onların səviyyəsinə çata bilmək üçün əlinizdən gələni eləyəcəksiniz. Rəqabət hər zaman olmalıdır ki, siz daha çoxunu eləməyə çabalayasınız. Həmçinin Numeranın ən böyük faydalarından biri odur ki, dərslərimiz onlayn şəkildə keçilir. Yorğun şəkildə məktəbdən gələndən sonra dünyanın o başında olan hazırlığa getməyə ehtiyac yoxdur. Rahat şəkildə evində oturursan, bir stəkan çayını da qoyursan yanına, qoşulursan müəllimlə dərslərə. Çünki abituriyentlik vaxtı həqiqətən də enerjinizə qənaət etməlisiniz. Həmin o yollarda sərf eləyəcəyiniz enerjini gəlib ondansa dərs oxumağa sərf eləyə bilərsiniz. Həmçinin dərslərin saatı da sizə uyğun saatda olacaq. Özümdən bilirəm ki, abituriyent üçün ən uyğun dərs saatı axşam saat 6-dan sonradır. Axşam olsun 7, 8, 9, 10, lap olsun 11. Yenə də bizim onlayn dərslərimiz keçirilir. Bəlkə də Numera kursunun bütün müsbət cəhətlərini sayıb bitirə bilmədim. Gördüyünüz kimi düzgün qrafiklə, düzgün müəllimlərlə, düzgün metodlarla həqiqətən də 4 nəfərdən biri olmaq heç də xəyalpərəstlik deyil. Biz Numeranı yaradanda sadəcə abituriyentlər üçün bir təhsil kursu yox, abituriyentlərin dərdinə dərman yaratmışıq. Əgər sən illərini yox, aylarını xərcləyərək DIM imtahanından yüksək nəticə əldə etmək istəyirsənsə, mütləq Numeraya qoşulmalısan. Videonun açıqlama hissəsində, həmçinin yorumlarda Numera haqqında hər şeyi, bütün linkləri, sosial mediaları qoyacağam. Əgər Numera kursuna qoşulmaq istəyirsinizsə, bu nömrəyə zəng vuraraq ətraflı məlumat ala bilərsiniz, qeydiyyatdan keçə bilərsiniz. Əgər Numera kursunda endirimlər əldə etmək istəyirsinizsə, zəng elədiyiniz nömrəyə sadəcə deyin ki, Əminənin videosundan görüb gəlmişik. Onda sizə xüsusi endirim təklifləri də olunacaq. Videonu izlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm ki, sizə faydam toxuna bilər. Onsuz da maksimum faydam toxunsun deyə bu boyda kurs belə açmışıq. Sadəcə belə videolardakı məsləhətlərlə yox, sizə real addımlarla kömək eləməyə çalışıram. Gəlin bu çətin abituriyentlik yolunu birlikdə ağıllı metodlarla gedək. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Bu cür videoların davamı mütləq gələcək. Kommentlərdə sizin digər suallarınız varsa onları da yaza bilərsiniz. Və onu da deyim ki, nə qədər ki mən Bakıdayam, Numeranın ofisində mən də olacağam. Bütün mesajlarınızı, zənglərinizi mən də görürəm. Özünüzə yaxşı baxın, hər kəsə uğurlar.